De ki, əgər bilirsinizsə, deyin görüm yer və onun üstündə olanlar kimindir? Onlar Allahındır deyəcəklər. De ki, bəs düşünüb ibrət almayacaqsınız? De ki, 7 göyün Rəbbi və əzəmətli ərşin Rəbbi kimdir? Onlar Allahdır deyəcəklər. De ki, bəs qorxursunuz? De ki, əgər bilirsinizsə, deyin görüm hər şeyin hökmü əlində olan, himayə edən, özünün isə himayəyə ehtiyacı olmayan kimdir? Onlar Allahdır deyəcəklər. De ki, bəs necə olur ki, aldanırsınız? Xeyr, biz onlara haqqı gətirdik. Onlar isə yalancıdırlar. Allah özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı ibadətə layiq olan heç bir məbud yoxdur.